Təxminən 2 il əvvəl Türkiyənin Show TV kanalında yayımlanan Didəm Arslan Yılmazın aparıcısı olduğu proqramda müğənni Doğuşun şəxsi həyatına qarşı irəli sürülən böhtan və təhqiramiz iddialar nəticəsində açılan mənəvi təzminat işi məhkəmə tərəfindən təmin edilib. Sfera Az xəbər verir ki, bu barədə müğənninin vəkili Feyzə Altun məlumat verib. Onun sözlərinə görə, məhkəmə Doğuşun xeyrinə qərar çıxarıb. Vəkil bildirib ki, məhkəmənin qərarı ilə müəyyən edilən mənəvi təzminat məbləği Doğuş tərəfindən xeyriyyə məqsədi ilə Xərçəngsiz Həyat Dərnəyinə bağışlanacaq. Altun qeyd edib ki, bu addım həm ədalətin bərpasını, həm də xərçənglə mübarizə istiqamətində fəaliyyət göstərən ictimai təşəbbüsləri dəstəkləməyi hədəfləyir. Qeyd edək ki, Didəm Arslan Yılmazın verilişində Doğuş və Xoşgədəm Hidayət qızının boşandığı iddia olunmuşdu. Lakin sonradan aparıcı Xoşgədəm Hidayət qızından üzr istəmiş və cütlüyün boşanma xəbərlərinin doğru olmadığını açıqlamışdı.